Qəbələ rayon icra hakimiyyətində keçirilən qəbul zamanı baş vermiş insidentlə bağlı yeni və diqqət çəkən detallar üzə çıxıb. Ötən ilin dekabrında bu hadisə barədə məlumat yayaraq icra başçısının müavini Arif Allahverdiyev ilə mübahisə edən kənd sakininin inzibati məsuliyyətə cəlb edildiyini bildirmişdik. Həmin şəxs 10 sutkalıq inzibati həbs cəzası almış Sultan Nuxa kənd sakini İqrar Əhmədov baş verənlərlə bağlı Yeni Müsavat qəzetinə müraciət edərək hadisənin pərdəarxası məqamlarını açıqlayıb. Əhmədovun sözlərinə görə insident 2025-ci il dekabrın 5-də Qəbələ rayon icra hakimiyyətində keçirilən qəbul zamanı baş verib. Bu qəbulda icra başçısının müavini Arif Allahverdiyevə müraciət edərək peşə təhsili mərkəzindəki işindən çıxarılmasının səbəblərini soruşub. Ali təhsilli adamam, amma peşə təhsil mərkəzində yataqxana növbətçisi işləyirdim. Onu da mənə çox görürdülər. Qəbulda sual verdim ki, mənim hüquqlarım niyə pozulur və hansı əsasla işdən çıxarılıram. Əhmədov bildirir ki, qəbul zamanı otaqda icra başçısının müavini Arif Allahverdiyev və ümumi şöbənin müdiri Fuad Zəkəriyev olub. O icra başçısı ilə görüşmək və işinə bərpa olunmaq istədiyini deyəndən sonra mübahisə yaranıb. Arif Allahverdiyev dedi ki, icra başçısı mənimlə görüşməyəcək. Bundan sonra qəfil üstümə gəldi və məni boğmağa başladı. Otaqda üçümüzdən başqa heç kim yox idi. Məni qapıya dirəyib nə istəyirsən deyə boğurdu. Fuad Zəkəriyevim daxil edərək məni onun əlindən aldı. Əhmədov qeyd edib ki, hipertoniyadan əziyyət çəkdiyi üçün dərhal dərman qəbul edib və xəstəxanaya müraciət edib. Xəstəxanada Səməd adlı həkim məni müayinə etdi. Boğazımda barmaq izlərinin olduğunu dedi. Sıxılma aşkarlandı və ağrı kəsici iynə vuruldu. Daha sonra evə buraxıldım. Şikayətçinin sözlərinə görə bundan sonra onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu xırda xuliqanlıq maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib və dekabrın 9-dan 19-na dək 10 sutkalıq inzibati həbs cəzası verilib. Mən iş istəmək üçün getmişdim. Nəticədə həbs olundum. Bu həbsi təşkil edən icra başçısı Səbuhə Abdullayev olub. Heç bir araşdırma aparılmadan, ortada video görüntü və ya səs yazısı olmadan mənə cəza verdilər. Buna görə də ittihamı əsassız saydım və protokola imza atmadım. Əhmədov bildirir ki, məhkəmə qərarı ona vaxtında təqdim olunmadığı üçün apellyasiya şikayəti də verə bilməyib. Məhkəmənin qərarını yalnız yanvarın 3-də ala bildim. Vaxtında təqdim edilmədiyindən şikayət vermək imkanım olmadı. 57 yaşımda haqsızlığın qurbanı oldum. İndi də qorxuram ki, məni yenidən şərləyib həbs etdirməsinlər. Əhmədov həmçinin 2014-cü ildə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi dələduzluq ilə 8 il müddətinə azadlıqdan məhrum edilməsindən və icra başçısı ilə münasibətlərinin gərginləşməsindən də danışıb. Onun sözlərinə görə Azvirt MMC-də kadrlar üzrə müfəttiş işlədiyi dövrdə fəhlələrin hüquqlarının pozulmasına etiraz edib və bu icra başçısı ilə münasibətlərinin korlanmasına səbəb olub. 2012-ci ilin aprelində icra başçısı və o vaxtki baş prokuror Məqsəd Orucovun qəbulunda oldum. Bildirdim ki, özəl şirkətdə işləyirəm, amma heç bir əsas olmadan icra başçısının göstərişi ilə işdən çıxarılıram. Qəbələdə yol tikintisi zamanı baş verən yeniliklərə etiraz etməyim də sonradan həbsimin əsas səbəblərindən biri oldu. Əhmədov deyir ki, ilk həbsi keçmiş deputat Ayaz Oruzovla mülk mübahisəsi fonunda baş verib. Mülki mübahisəni cinayət işinə çevirdilər. 2 instansiyada qalib gəlmişdim. Üçüncüdə isə 8 il həbs cəzası verdilər. 5 il həbs yatdım. 2017-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə maddə ağır cinayətdən yüngül cinayət kateqoriyasına keçirildi. Məhkumluğum ödənildi və bütün hüquqi məhdudiyyətlər aradan qaldırıldı. Onun sözlərinə görə həbsdən sonra iş tapmaqda ciddi çətinliklərlə üzləşib və yalnız 2022-ci ildə peşə təhsil mərkəzində işə düzələ bilib. Lakin sonradan gecə növbətçiliyinə keçirilib və ötən il may ayında bu işindən də azad olunub. Əsas səbəb ötən ilin yanvarında keçirilən bələdiyyə seçkilərinə qatılmağım idi. Məni bu qərardan çəkindirmək üçün müxtəlif təzyiqlər göstərildi. Hətta rüşvət də təklif olundu. Qorxurdular ki, meşə və dövlət torpaqlarının qanunsuz satılması məsələlərini araşdıraram. Nəticədə icra başçısı məni son iş yerimdən də çıxartdırdı. Rəna Rövşən qızı, Bölgə TV.